Az ərzaqla şəkərsiz, yulafdan dadlı piçenyələr hazırladım. Lazım olan ərzaqlar, yağı çıxardıb kənara qoymuşdum, tam açılmayıb da. Ona görə atıram mikrovalnovkaya, tez ərisin. Yəni mənə lazımdır ki, o yumuşaq olmalıdır. 30 saniyəlik. 30'dan əriməyəcək, tezdən 30 qoyacağam. Ona qədər Herkules, yəni yulaf götürürəm. Faydalıdır. Şirniyyatı lap superdir. Ona görə dəqiq olsun deyənə qramıyla. Ay 110 idi, oldu 113. Problem değil. Bu kadar. Şimdi bunu koyuram kənara. Yumurta götürürəm soyuducudan. Bir dənə yumurtadır. Banan. Bananımız möhtəşəm. Çox yekədir. Olsun, problem yoxdur. Evdə nə varsa. Alma da əlavə edə bilərsiniz. Banan da. Almaniyada çox superdir. Çünki şəkərsizdir. Qəşəngdir. Az ərzaqdır. Faydalıdır. Bir de banan. Banan da ki çok balacadır ama olsun, yerli banandır. Qəşəng. Yağım yəqin əridim. Ha, süper. Həmişə yumurtanı qıraqda sındırın, belə tökün, baxın. Birdən-birə bura sındırmayın. Ondan qorxuram. Çünki israf ola bilər. Xarab çıxır bəzən. Yumurtanı tökürəm yulafın üzərinə. Yağı da əritdim. Onu da tökürəm yulafın üzərinə. Görürsünüz necə rahatdır. Yəni bir qabın içində hər şey baş verir. Yulafı, yumurtanı, yağı əlavə elədim. Bunları qatışdırıram. Mən şəkər əlavə edəcəm. Bu reseptdə şəkər yoxdur. Yəni şəkər yeməyənlər şəkər vurmaya bilərsiniz. Sadəcə olaraq biz, uşaqlar çox sevirik. Ailəm şəkərsiz heç nə yemir. Ona görə biz şəkər qatırıq. Amma o mütləq deyil. Yəni vurmaya bilərsiniz. Çünki mən bunu vurmasam, bunu bizdən mənlə yoldaşım ancaq yiyəcək. Əlavə edirəm öz ağız dadımıza görə. Mən bura qatıram. Yarım stakan, yəni 4 xörək qaşığı. 3 elədim. 4 saymadım. Neysə, 4. Bir dənə də məndən. Xəncərdə. Yaxşı. Şəkəri də əlavə elədim. Yəni dediyim kimi vacib deyil. Əlavə etməyin. Yəni bu reseptdə şəkər yoxdur. İstəyirsiniz bal qata bilərsiniz. Onun əvəzinə bal qatmaq olar. Amma o reseptləri mən sizlərlə paylaşacağam. Rahat, qəşəng, hasant, piçenyələr. O qədər reseptlərim var ki, məndən olsa bir gündə hamısını çəkib sizlə paylaşaram da. Prosta, necə deyim, adamıza dözməz. Ona görə hamısını inşallah sizlərlə çalışacağım. Tez-tez videolar paylaşam. Siz də videonu sona qədər izləyin. Bəzi reseptlərimdə onların püf nöqtə deyirlər. Hə, öz izюминkaları var, sirləri var. Yəni çalışıram ki, bütün videolarımda sizlərlə hamısını dəqiqliklə paylaşıram. Hər bir şeyi, даже mənə deyirlər ki, sən nə qədər çox danışırsan, çox danışmıram. Mən sadəcə olaraq istəyirəm ki, bildiklərimi sizə çatdırım. Yumurtanı da vurdum, Herkulesi də vurdum. Qaldı un, vanil, soda. Yenə də unsuz tek Herkuleslə, yəni tek yulafla da piçenyələri paylaşacağım sizlərlə. Sadəcə bunun olan ingrediyentlərinə bura un lazımdır, обязательно. Yəni yazsaz ki, olar ki un vurmayaq. Xeyr, buna eminə un lazımdır. Özün tutsun. Qaşıqla göstərəcəm, yəni nə qədər. Qaşıqla 3 xörək qaşığı, ola bilsin 4. Belə dolu. 1, 2, 3, 4 eləyirəm. Çünki belə piçenyələr özlərini qəşəng tutsunlar. Hamısını elədikcə yerinə qoymaq daha rahatdır. Ona görə iş kuxnadan təmiz çıxırsa nə vaxt? İnsan pişirdikcə hər şey öz yerinə qoyur, yuyur, qoyur. Uca hər şey hazır olandan sonra heç nə eləmirsən də belə qəşəng rahat oturursan. Tamam. Soda əlavə edirəm. Qabartma tozu da əlavə edə bilərsiniz. Yəni o problem deyil. Və vanil. Duru vanil də olar, quru da, necə istəyirsiniz. O da problem deyil. Vanil onun dadını belə qəşəng biraz da dad qatır. Çünki bananın öz dadı da gələcək qəşəng. Vanilində ikisi də bir yerdə olur. Bomba. Qatışdırıram. Hələ bananı əlavə etmirəm. İstəsiniz 2 banan da əlavə edə bilərsiniz. Prosta normaya görə, nə üçün deyirəm 2 banan yox? Jitki olacaq, sıyıq alınacaq. Yəni tam resepti dəqiqliklə alınmasını istəyirsinizsə, tam dediyim kimi hazırlayın. Bir dənə şəkəri vurmursunuzsa şəkəri əlavə etməyin.
tam eyni qəşəng dadlı alınacaq. İndi ilk qaşıqla indi keçəcəm əllə yoğurmağa. Hər şey bir qabın içində baş verir. Bir rəfiqəm var. Rəfiqə deyəndə ki, bacımdır, uzaqda yaşayır. O həmişə deyəndə mənə ki, resept, la, resept хочу легкий, yəni hasand resept. Deyir ki, bir qabda baş versin hər şey. Yəni mikserdən çıxartmayım da. Ona görə çoxlarınız da yəqin ki, yəni hamımız istəyirik ki, daha rahat belə qab batmasın, eləməsin, mikser çıxmasın, eləməsin. Ona görə sizlərlə bu reseptlərlə paylaşıram. Bananları doğrayıram. Vilka ilə əzidə bilərsiniz. Mən içinə belə doğrayıram bu şəkildə. Çünki qatışdıranda, əzəndə onsuz da əzilirlər. Biraz yuxarı. Yuxarıdan yoğuran çəkirdim. Bu qədər. Bananı əlimi silim. Evet. Və üzərinə mən biraz istəyirəm qoz əlavə edim. Gözləm. Badam da olar, qoz da olar. Yəni kim nə sevir, badam əlavə etmirəm. Belə tam xırdalamamışam. Qabaqcadan qoymuşdum, nə qədər əlavə edəcəm. Bir ovucdur da, hə? Yarım ovuc belə. İstəyirəm biraz bölüm əlimlə. Belə. Çox xırda da eləmirəm ki, yeyəndə ağızda bilinsin. Bunun hamısını tökürəm. Bu qədər. Bunu da yenə qatışdırıram. Və sobanı yandırıram. Sobanı, yəni bu xəmiri belə hazırlayırsınız. Sobanı yandırın. Qabaqcadan qəşəng isti olsun. 180 dərəcədə 15 dəqiqəyə hazır olur. İndi keçirəm. Əlimlə qəşəng əzirəm. Göstərəcəm. Əlimlə qəşəngcənə hamısını bir-birinə belə qatışdıracağam. Xəmir şəklində. Və onu hardasa bir 5 dəqiqə saxlayacağam. Yəni peçi yandırınca, yığışdırınca qablarınızı bir 5 dəqiqə dinlənsin. Dədəng. Baxın, xəmirim hazır oldu. Tez, asan, qəşəng. Belə lipki, baxın, bu şəkildə olur. Tam yapışmır da adamın əlinə. Belə. Onsuz da bunu da şəkilləndirməyimizdə əlimizi bulaşdırmayacaq. Qaşıqla eləyəcək. Sobamı yandırdım. İsti olsun. Dedim də qabaqcadan yandıran. Qəşəng isti olsun. Şimdi istərə yığıram. Bir şeylə də paylaşmaq istəyirəm. Sizlərlə qaşıqları götürüm. Nəylə? Listi də götürmüşəm. Amma yağlı kağız qoymamışam. Nəyə göstərmək istəyirəm? Ki, yəni bu şirniyyatı hazırlasaz yapışmayacaq. Dinləndirəndən sonra qəşəng lapatka ilə götürəndə çıxır. Həm də ki, ola bilər insanı yağlı kağızımız yoxdur. İndi şirniyyat istəyirik bir yağlı kağıza görə niyə qalaq ki? Yəni bu şəkildə də hazırlamaq olar. Baxın, bu şəkildə belə balaca qaşıqla belə. Mən balaca eləyirəm. Bir qaşığın da köməkliyi ilə bu şəkildə qoyuram. İfso. Yəni ay belə düzəldim, ideal olsun. Eminə bu piçeni belə olmalıdır. Təzədən götürürəm. Yanına qoyuram. İfso. Danışmağım bitdi. Bu qədər. İstəniz Appa! Hazır oldu. Baxın, nə qəşəng. Bu qədər alınır, bol alınır, maşallah. Sobaya aparıram 180 dərəcədə 15 dəqiqə hazır olur. Amma hər kəs öz sobasına görə ayarlasın. Lap aşağıya qoymayın, ortaya. Şum. Hazır oldu. Bişdilər, baxın, nə qəşəng. Göstərəcəm ki, necə rahat çıxır. Baxın. Rahat, qəşəng çıxdı. Yəni problem deyil. Rahat şəkildə çıxır. Yağlı kağız istifadə etməsəz də. Baxın, nə qəşəng piçenlər hazırladım. İnanıram ki, hər kəsin evində yulaf var, yəni Herkules var. İstifadə etmirsiniz, ancaq qarşıdan qarşıya yəqin ki, istifadə edirsiniz. Əgər varsa, durun bunu hazırlayın. Favori piçenlər bizdən olacaq. 15 dəqiqəyə başa gəlir və çox-çox dadlıdır. Yəni çayla, kofe ilə içməyə. Baxın, qəşəng. Maşallah. Super. Bişib. Yumuşaq. Dadına baxın. Çox-çox dadlıdır. İnanılmaz. Tez-tez hazırlayıram bunu. Siz də hazırlayın. Sevimli piçenlər bizdən olacaq. Super.
15 dəqiqə hazır olur. 2 dəqiqə bütün peçenyelərimi siz də hazırlayın. Nuş olsun.